Peyğəmbərimiz Allahın salamı olsun ona və pak əhl-i beytinə bir hədis şərifdə mömin haqqında danışır. Müminin kim olmağı haqqında danışır. Hər kəs bilmək istəyir ki, mömindir. Bu hədisə baxaraq özünün mömin olub olmadığını bu hədis əsasında bilə bilər. Hədis nədir? Peyğəmbərimiz buyurur ki, qalə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm İzə sərrətkə həsənətuk və səətkə səyyiətuk fəəntə mümin. Peyğəmbərimiz buyurur ki, əgər yaxşı əməlin səni sevindirirsə, pis əməlin səni narahat edirsə, sən möminsən. Yaxşı bir əməl görəndə, yaxşı bir iş eləyəndə sən sevinirsənsə, qəlbin şad olursa, öz əməli və qəlbin şad olursa, bil ki, möminsən. Hər hansı bir pis iş görəndə, hər hansı bir xəta eləyəndə, günah eləyəndə narahat olursansa, demək sən möminsən. Mömin təkcə zahirdə deyil, müminin daxili də əsas meyarlardan biridir. Qəlbin reaksiyası burada çox mühümdür. Sən hər hansı bir iş görəndə, hər hansı bir işlə qarşılaşanda qəlbin reaksiyası bəlli olmalı. Sən görə qəlbin nə təsir göstərir, nə reaksiya verir burada. Yaxşı əmələ qəlbin sevinirmi? İmanın onu özünü burada göstərirmi? Və yaxud da günah eləyirsən, günah elədiyin zaman o narahat olursanmı? Olursansa demək möminsən. Allah Teala Quran-ı Kərimdə Əraf surəsinin 201-ci ayəsində buyurur ki, Bismillahirrahmanirrahim İnnellezîne etteqav İzâ messâhum taifetun mineşşeytan tezekkeru. Buyurur ki, təqvalı insanlar. Təqvalı insanlara şeytanın bir təsiri toxunduğu zaman onlar dərhal xatırlayarlar, yəni özlərinə gələrlər. Baxın, burada demir ki, mömin səhv eləyə bilməz. Burada demir ki, möminə şeytan toxuna bilməz. Burada deyir ki, mömin səhv edə bilər, amma səhvindən sonra ayılmalı, narahat olmalı, bu narahatçılıq onu tövbəyə gətirməlidir. Bu narahatçılıq onu tövbəyə gətirməlidir. Yəni, günahın içində qalanlar həlak olur. Günahdan tövbə etməyənlər həlak olur. Nə deyirlər? Deyirlər, suya düşənlər boğulmur. Sudan çıxmayanlar boğulur. Sudan vaxtında çıxmayanlar və yaxud da digərləri boğulanı çıxarmayan da o boğulur. Və yaxud da, bilməm, bəlkə də bu misal yerinə düşür, Məhəmməd Əli məşhur boksyor idi. Onun bir sözü var, deyir ki, Səfər əmində ürəyi şad olur burada, maşallah. Deyir ki, boksyor olub da Səfər əmində. Deyir ki, insan nə vaxt məğlub olur? Boksyor nə vaxt məğlub olur? Onu nakauta düşəndə yox, nakautdan vaxtında ayılmayanda, vaxtında yerindən qalxmayanda, o sayılara 1, 2, 3, həmin o vaxt ərzində qalxmayanda artıq məğlub olmuş hesab olunur. Ona görə də mömin vaxtında tövbə eləmədiyi zaman, vaxtı yubatdığı zaman məğlubiyyətə doğru gedir. Ona görə buyurulur ki, əgər bilmək istəyirsənsə, möminsən, bax əməllərə. Ola bilər, niyə görə bu cürünə yanaşılır? İnsan elə bir varlıqdır ki, hər an günah eləyə bilər. Əgər bir günahla möminlik silinsəydi, insan ümidsiz olardı. Ona görə sənə ümid verir ki, bax qəlbivə, bax gör, narahat olursansa, deməli sənin qəlbində imanın izləri var, iman var sənin qəlbində. Sən əgər pis əməli və narahat olursansa, deməli bu narahatçılıq səni tövbəyə aparacaq. Sən günah elədiyin zaman günahı rahat eləmirsən. Günah eləyəndən sonra narahat olursan. Təbii ki, buna da arxayınçılıq olmaz. Hər dəfə özümü anladım ki, narahat olamda tövbə eləyərəm. Yox, bu narahatçılıq səni tövbəyə aparmalıdır. Əgər bu narahatçılığa sən etina verməsən, bir də ayılacaqsan ki, artıq günahı rahatlıqla görürsən. Günah sənsin rahatdır. Nə zamana ki, qədər ki, günah səni narahat edirsə, etdiyin günah səni narahat edirsə, bil ki, ümid var. Bu, o narahatçılıq imanın
belə deyək, əlamətidir. Artıq narahat olmursansa, artıq haramı rahat yeyirsənsə, artıq danışarkən haramı rahat deyirsənsə, böhtanı rahat deyirsənsə, söyüşü rahat söyürsənsə, bu səni narahat eləmirsə, əsl narahatçılıq bundadır. Əsl narahatçılıq narahat olmamaqdadır. Və yaxud da hər hansı bir yaxşı bir iş görəndə sevinmirsən artıq. Və sən üçün adiləşib. Yox, hələ sən burada sevinməlisən. Sevinməlisən, şükür olsun Allaha, mən bu günləri yaxşı bir iş gördüm, yaxşı əməl sahibi oldum, sədəqə verdim, kiminsə küslüləri bir-birinə barışdırdım. Burada sən bu cür olmalısan. Çünki hədis bizə bunun əksini də deyir. Əksində biz baxsa görərik ki, deyir ki, pis əməli və narahat olub, yaxşı əməli və sevinirsənsə, demək müminsən. Bəzi insanlar da var ki, günahlarına görə sevinir, pis əməllərinə narahat olur. İnsan günahına görə sevinir, filan günahı eləmişəm. Filan günahı eləmişəm, sevinir və bəzən də bəhbəhlə danışır. Bu artıq məhv olmağın nişanəsidir. Çünki hədis burada tərsinə çevrilib. Sevinirsən nəyə görə? Günahıva görə. Narahat olursan, bir nəfər Həzrəti Əli əleyhissalamı görür ki, Həzrəti Əli əleyhissalam bir nəfərə 900 kilo xurma verir. Həzrəti Əli əleyhissalama deyir ki, bu adama bu qədəri çoxdur. Gəlib imama işini öyrədir, deyir ki, ya. İmam əleyhissalama deyir ki, sən ki 900 kilogram verdin, filan kəsə xurma, filan qədər xurma verdin, çox vermisən. İmam əleyhissalam deyir ki, Allah sənin kimi adamları cəmiyyətimizdə az eləsin. Bir halıva bax, bu işi eləyən mənəm, ehsanı eləyən mənəm, paxıllığı sən çəkirsən. Paxıllıq eləyən sənsən. Bəzi insanlar var ki, bəzən elə bir həddə gəlir ki, özü yaxşılıq eləmir, başqasının yaxşılığına da artıq narahat olur. Bəli, Allah bizləri həqiqətən yaxşı əməllərimizə sevinənlərdən, pis əməllərimizə narahat olan möminlərdən qərar versin inşallah. Amin, amin, amin ya Rabbel alemin.